Salam dostlar, hər kəs salamlayıram. Mənə tanıyırsınız artıq YouTube'da abunəm elə də çox deyil, amma 33 abunəm var. Adım Nihatdır. Kanala ilk öncə deyirəm, kanala like atıb abunə olmayı unutmayın. Bu gün Plus Visa Benet videosu çəkirik. Baxın. Bu dəfə əsl hesabımdayam. Bilirsiniz mənim yan hesabım var. Yan hesabda şey kasırıq da. Find the brand. Ona da baxmalısınızsa 185 brand tapdıq bu gün. Deməli, indi mənim üstüm biraz da gelişibdir. Amma indi sizə də başa salacağım nətər belə olacaq. Tez bir sizlərə baxın, sizdən hələ vaxt var. Onda rahatam. Baxın indi. Gəlirsiniz bura. Oyuna təzə başlamaq üçün sizə bir dənə yol olacaq. Mənim isə 1, 2, 3, 7 dənə yolum var. Gəlirsiniz burada bitki mağazası. Onu sizə oyun başa salır özü. Buradan kaktus tohumu alırsınız. Ondan sonra bu kaktus tohumunu gəlirsiniz bir dəqiqə. Buradan 31 dənə məndə var. Amma indi artacaq. Düz 31 olmalıydı. Kaktus böyüdü, hə? Bu kaktus indi bu petlərə vurur. Yine bu mənim üçün gücsüz deyəni alıram. Bu petlərə vurur. Petlərə vurandan sonra bu petlər əgər deyən gücsüdürsə gəlir bura. Ondan sonra baxın burada çantamıza baxıb basıb en petləri takı deyirsiniz. Burada həm pulları 1 saniyə yığa bilirik, həm də ən güclü bir enerjilərimiz beləncə burada takılır. Oo, bu nədir o? Mənim də ən gücüm 900K'dır. İstəsə bu oyunda remetlər gələ bilərik. Şimdi mən bir daha sitlərə baxın. Şimdi oyunu bilmirəm. Oha, armud toxumu, yaxşıdır. Niyə sevinəm bilmirəm amma. Çünki mənim üstümü də tanıtım sizə. 570K'lıq burada bir dənə belə. Burada beləncə. Burada max səviyyəli bir dənə belə petim var. Burada bundan var 6, 7. Burada bir dənə neon var. Neon 140. Neyse. Şimdi tanıtmaq istəmirəm. Ondan sonra bura gəlirsiniz. Burada ekipman dükkanı var. Buradan pul verib buradakı şeyləri ala bilirsiniz. Şimdi hamısı izah edirəm. Altında da yazılıbdır. Bu su kovası. Su kovası elə bir şey. Nəsə bitki zat əkəndə bura. O bitkiyə bir dənə bundan basan kimi daha tez böyüməsinə kömək edir. Ondan sonra buz bombası. Bu isə petləri hərəkət eləməyə qoymur. Muz tavası. Bununla petin aşağısına vuranda 100 hasar vurur. Bu soğutucusu. Bu da deyən bunun kimidir? Buz bombası kimidir? Amma bu bitkidən hərəkət eləməyə qoyur. Amma 100% olur. Havuz fırlatıcısı elə bil ki yenə petlərin altına vurursunuz 500 hasar vurur. Nəysə, indi bura gəldik. Deməli, buranı birinci revit atandan sonra 10 milyon alabilirsiniz. Burada deməli XP yeri var. Burada 5 də brain qoyursunuz, 5 də plant qoyursunuz, XP alırsınız. Burada fuse maşinesi var. Burada da mutasyon makinesi var. Mutasyon makinesi bir dənə altın qoyursunuz, bir dənə elmas qoyursunuz. Sonra buradan aldığınız XP'lərlə bura qoşursunuz və burada altın elmas bir şey çıxar sizin üçün. Mən indi bir də bura düzənləyim tez. 130 dənə su kovası. Yeni deneyim. Bu deneyimdən, bundan ardıca isyan ikisi. Nə olur o? Nəsə olur? Amma bir dəqiqə baxamıram. Bu deyil, bu. Aha. Dostlar, eventdir. Tərs gediş eventi. Əla. Eventə denk gəldik. Hazır videoda da qəşəng event. Bu event də rastgele olunur deyəsən. Dəqiq bilmirəm açığı. Yalan da demək istəmirəm. Aydacıymış. Sonra size hala başa salacağım ne kadar bir şey var. Petlerim ana. Hala bu evetle həmişə mənim petlerim yox olur da. Vuruşlarım. Yəni petlerim yerinə gəlsəydi bizə. Nəysə, o vaxta qədər mən bu qar toplarını verim bura. Burada qar toplarını verəcək. Məndə Christmas yumurtası var. Məndə görüm Christmas yumurtası heç var. Nəysə, yox imiş. Baxın, deyirəm, kanala like edib abunə olmayı unutmursunuz. Unutmayın ha. İndi isə bir şey öyrədim. Baxın, burada beləncə kartlar var. Beləncə müxtəlif cür məndə kartlar var. Bu kartlar elə bir ki, gəlirik. Burada kartlar var. Bu kartları beləncə basırıq. Və kartları açırıq. Kartdan da istədiyimiz birini seçə bilirik. Seçmək üçün də gəlirik bura. Bura da hər biri bir rebitdir. Rebit adında buralar açılır. Bura etkileşim içində bu. Burada takın var. Buna basırsınız və elə də takılır. Amma indi mən basmıram. Çünki bu yaxşıdır.
Amma burada heç bir şey spawn eləmədilər. İndi deməli, baxın, istəsəz bu videonun da ardını çəkə bilərəm, amma çox bir şey gəlmiş. Bir dəqiqə, hanı o? Da. Aha, hız iksiri. İndi video üçün bir hız iksiri işlədirəm. Yo, bu deyil. Qarışdırdım. Deneyim şişesi. Bu değil dostlar. Bir dəqiqə hindi test tapa bilirsən bir. Estağfurullah, tapamıram ya. İsyan iksiri olmalıydı adı deyəsən. İsyan. Ha, elə envanterimdəymiş. Baxın, burada 11 dənə isyan iksiri var. Beləncə bir şeydir. İndi bunu video üçün işlədirəm. Normalde işlədən deyiləm, amma işlədim video üçün. 11 dənə isyan iksirimiz var. Bastım buna. Baxın, indi ekranın sağ altında isyan başlatıldı. Beyin proyektlər daha fazla sayıda. İndi bilirsiniz nətər olacaq. Yan-yana gələcək. Görürsünüz nə qədər ora var. Oraya baxın. Amma artıq belə gələcək. Bu da video üçün işlədirəm. Normalde işlətməzdim, amma heç olmazdı videoda. Görüm cücü şeyim varsa taxılsın, o da bir. Nəysə, yox imiş. Görsə artıq petlər də sürətli bir şəkildə gəlir. Deməli, sit shop'a baxaq görə nə var imiş sit shop'da. Bu videoda bir dənə nəsə böyütmək istəyirəm açıq. Nə böyüdüm. Dostlar, bu videoda bir dənə Baykarot böyüdüm. Size potion basında size bunlar böyüyürlər, amma indi bu videonun deyil. Və baxın, su kovasını basıram. Normalde 30 dəqiqə idi, hə? Beləncə dayanmadan basıram. Artıq qaldı 6 dəqiqə. Dəqiqə təzədən alım bir çıxan daha. Hələ varım deyə, yəni bir də bunları da alım. Burada doğrudan deməyi unutmuşam. Baxın, dostlar, bu stoklar, elə bir ki stokdur da bunların adı. Hər 4 dəqiqədən bir təzələnir ekipman dükkanı. Burada hər 4 dəqiqədən bir təzələnir. Buna bir çıxan daha su vereyim. Dəqiqə belə verim ki, daimir elə bir dürdə. Aha, suyu verdim. Şimdi görürsünüz nə qədər sürətli gəlir, amma heç bir secret gəldiyi yoxdur. Bunları da qoyuram bura. Eğer ki bu kartopu yığırsınız buradan. Kartopları yığdıqca 5 minutda sizə beləncə bir şey verəcək. Burada günlük ödülləri var. 25-ci gündə deyəsən dəhşət böyük bir hədiyyə verəcək. Dəhşət gözlü falan. Bir də o real kit almaq üçün buradan alabilirsiniz. Baxın, burada elə bir sezon var. Bu sezon görevlərdə bir dəfəsində adam kimi gəlmədi. Ancaq 5-dən 10'u birləşdir, 10 dənə füze elə. Onu elə quruydu. Orada həmişə ancaq çətin şeylər gəlir. Buna görə mən onları əvvəl eləyirdim, çox sevirdim, amma daha çox çətinləşdi. Əvvəl mən asan gəlirdim. Oy maşallah, Trippitropiyin boyuna bax, oy maşallah. Dəyməsin nazarlar. Dostlar, yine sizə bir şey göstərim. Mənim petlərimdən deməli bir də beləncə bir petim var. Bir sizə göstərim. Baxın, birinci petimiz budur. Buna baxın. Dəhşət böyük bir petdir. Yine keçirik ikinci petimizə. Baxın, bu yetərincə böyük bir petdir əslində. Yine bir diğer bir nötə keçək. O brainrot bir dəqiqə məndəki ən böyük brainrotdur. Baxın. Baxın, orkaların boyuna baxın. Bunu ürəkləmişəm ki, yox olmasın. Bunun boyuna baxın. Cappuccino katil keçir bu oynadı. Katil deyib, katil. Aha, buradan bir də şey də gəlir. Elə ki, hər 500 brainrot öldürəndə bir də boss gəlir. Hər 100 brainrot öldürəndə isə 10 saniyə boyunca bir dənə şans gəlir. 6 saniye burada çizilənir. 1 dəqiqə 30 saniyədə bura böyüyür. İnşallah bir dənə video yazsa bir də gözəl bir şey gəlir. Mən hələlik bunları yığıram, bu şeylərdən gələnləri. Bir video size potion və width potion basacağım. Sizə də onu başa salacağım. Onlar basanda dəhşət böyük olur. Onu da eləyəcəm bir videoda. Hələlik deməli bir dənə tomatrino var. Mən bunların hamısını o taktiklə eləmişəm. 665 kilo. Tez bunları da qoyaq. 50 dənə daha var. 830 oldu. İndi isə bir diğer şeyi başa salım. Baxın, gəlirsiniz burada. Baxın, kanala like atıb abunə olmayı unutmayın. Baxın, burada Christmas deyilən bir yer var.
Burada 16 tane kart var. Bunu işlədirik və sizə saldırı gəlir. Saldırı. Riot cheat başlamışdı. Boşa gedəcək amma heç olmazdı. Yəni indi öyrədim deyənə. Buradan saldırı gəlir. İndi petlərinizin də artıq canı olur. Petləriniz ölə bilir. Öləndən sonra petləriniz yox olur. Amma saldırı qurtarandan sonra petləriniz geri yerinə gəlir. Yəni qorxulası bir şey yoxdur. 20 saniyə Baykar rutum da böyüyür. Bu renkli Snowy olan şeyləri isə bizə bir dənə qar verir. İndi baxın qar gələcək. Məni bir dənə öldürə bilsələr. Aha, öldürdülər. Mənə 5 qar gəldi. Bu qarı da sonra bura qoyuram da. Bayaqdan deyirəm olsun ki. Belənçə. Mənim indi petlərimi göstərəm. Az ki saldırır. 900k-lıq bir dənə petim var. Burada Diana Turbozini 600k. Gök kuşağı Diana Turbozini. Balin oynaylı. Belənçə petlər var. Belə petlər. Evdə güclü bir pet yoxdur aslında. 9k-lıq bir də güclüdür, amma o birləri biraz aşağı güclüdür. 600k, 400k falan filan. Oyun kasır bir dəqiqə. Uyuma. 5 də daha sınav bala. Yallah bu da 5-5 verir dostlar. Əgər də olsun ki bilirsiniz, bu videoya yaxşı bir like və yaxud da abone gəlsə, bu video part 2-si gələcək. Dostlar, bu kartlarda var da bir daha beləci kart var. Hər 500 Brayot öldürəndə 15 saniyə boyunca bütün üstündəki şeylər 2 level olacaq. Baxın bunlar. Bütün olacaq. Bəs deyərsiniz ki 2 level'lar olacaq. Ay bir dəqiqə gecə rejimi açıldı. Tez burada bağlayım. Hop neyse. Saldırı qaldığı yerdə davam edir. Və qazandım. Dostlar, hidi qazananda burada o dənə güc verir. Carnival Power. Bu powerları isə baxın. Burada bizim işimizə yarayır. Hər elə bir ki 1000 power yığanda bir daha buradakı kutudan aça bilirik. 20 daha burada snowball var. Bu snowball'ı da qoyaq bura. Toplamana 5000 olanda dediyim kimi burada bir dənə şey var, onu verəcək. Aha, Riot cheat'in etkisi də belədir də. Aha, baxın dediyim oldu. 500'ünü bir. Baxın petlərim gücünə baxın 465k. 319k, amma bu 15 saniyəli idi. Bu niyə onu çox verir? Nə? 153k, bunun normalı da elə verir. Yox, 140k'ymış. Öldürün də bunları. Ya. Deməli. Shopda görüm nə var. Ayda. Böyüməz olaydı. Dostlar, deməli bu böyüdü, amma keşke böyüməsəydi. Neyse. Dediyim kimi də bir videoda saç başım və viç başım bassam bütün hər şeyi. Hələlik məndə güclü olaraq baxın bunlar var. Bir dəqiqə göstərim sizə. Sidlərdən. Baxın bir dənə tomatrinos idi. Hələ heç nə yoxdur. 2 kokonat falan var da onlar ecikdirir. Peki bunlar da. Yəni bir də böyük tomatrino var. Artıqca Riot cheat hələ də davam edir. İstəsəz bu oyunda bir də eventlərə girə bilərəm. Eventlərə də girəcəm. Yorumları yaza bilərsiniz. Bunun eventlərine girilmə, girməyimmi? Server əslində eventlərlə girirəm, amma video çəkəmirəm. Çünki gecə saat 1-də edirlər. Elə bir ki, bilirsiniz niyə elə olur? O biri ölkələrdə saat səhər 12 tamam, 1 tamam falan olduğu üçün o biri ölkələrdə də oyun çox oynardı. Azərbaycanda heç oynamırdı yəni. Belədir də. O biri ölkələrə görə biz gecə saat 1-də eventə girməli oluruq. Ona görə də bəzi eventlərə mən girməmişəm, amma demək olar ki, bütün eventlərə girmişəm Celebrate. Plus Celebrate isə beləcə gül orta edir. Buna görə də bu yaxşıdır. Nəysə, amma bu videoluk bu qədər olsun. Görüşənə qədər sizə dediyim kimi o biri videoların gəlməyini istəyirsinizsə like atıb abunə olmalısınız. Like atıb abunə olmayı unutmayın. Sağ olun.